Salam əziz müəllimlər və şagirdlər. Bugün ümumi tarixdən ikinci mövzumuz olan Mesopotamiya və Mesopotamiyanın digər dövlətləri olan Babil və Asuriya dövlətini keçəcəyik. Dərsimiz bir qədər geniş və maraqlı dərs olacaq. İndi isə keçək dərsimizə. Dəzlə və Fərat çayları arasındakı ərazi Mesopotamiya adlanırdı. Mesopotamiya sözünün mənası Yunan dilindən tərcümədə iki çay arası deməkdir. Bundan başqa bölgənin əyri formada olması və ərazinin münbit olduğuna görə həm də Mesopotamiya dərəkətli aypara da deyirdilər. Bölgənin təbii mühitinin bir sıra mənfi cəhətləri də var idi. İndi o Mesopotamiyanın ərazisinin mənfi cəhətləri bir-bir qeyd edək. Birincisi, Mesopotamiya ərazisinin təbii mühitinin mənfi cəhətlərindən birincisi bu ki, burada heç bir tikinti qalıqları, yəni zəngin faydalı qazıntı yataqları yox idi. Faydalı qazıntı yataqları yox idi. Faydalı qazıntı yataqları yox idi. İkincisi, bölgənin təbii müdafiəsi üçün yəni heç bir maneə yox idi. Çünki səhralıqdan ibarət idi. Və üçüncüsü də ki, ərazi quraqlıq və çay daşqınları. Bu üç səbəb çay daşqınları. Bu üç səbəb Mesopotamiya ərazisinin müdafiəsini çətinləşdirirdi. Birincisi, bölgədə heç bir təbii, yəni faydalı qazıntı yataqları yox idi, tikinti materialı yox idi. İkincisi, yəni bölgənin müdafiəsi üçün, xarici düşmənin müdafiəsi üçün heç bir maneə yox idi, çünki səhralıqdan ibarət idi. Və üçüncüsü də ki, ərazi quraqlıq və çay daşqınları ilə zəngin idi. Çünki bölgənin ərazisindən Dəzlə və Fərat çayları axırdı və bu çaylar da vaxtaşırı olaraq daşırdı və özü ilə gil torpaqlar gətirirdi. Və bölgədə bəzən temperatur 50 dərəcəyə qədər çıxa bilirdi. Yəni bölgədə insanların yaşayışı üçün, Mesopotamiyada insanların yaşayışı üçün heç bir ağac yox idi, tikinti materialı yox idi. Və ona görə də bu ərazi çox quraqlıq idi. Bu əraziyə ilk öncə Şumerlər gəlmişdilər. Şumerlər isə Mesopotamiyanın yerli əhalisi deyildilər. Onlar bu əraziyə eramızdan əvvəl 7-6-cı minillikdə, yəni Neolit dövründə, eramızdan əvvəl 7-6-cı minillikdə Şumerlər bu əraziyə haradan gəlmişlər? Mərkəzi Asiyadan, qısa yazacağım, Mərkəzi Asiyadan və Altay dağlarının ətəklərindən gəlmişdilər. Altay dağlarının ətəklərindən. Yəni bu bölgənin əhalisi olan Şumerlər Mesopotamiyanın yerli xalqı deyildi. Bunlar eramızdan əvvəl 7-6-cı minillikdə həmin bu Şumerlər Mərkəzi Asiyada və Altay dağlarının ətəklərindən gələrək Mesopotamiyada məskən salmışlar. Və bu yaxda dediyimiz ki, onlar bu əraziyə gələrkən burada insanların yaşayışı üçün heç bir təbii şərait yox idi və onlar öz zəhmətləri hesabına həmin bu ərazini güllük-gülüstana çevirmişdilər. Və bəzi tarixçilər qeyd edirdilər ki, Şumerlərin dillərində olan bəzi sözlər türk dillərinə yaxın olduğuna görə bunları türklərin ərzaqları da hesab edirdilər, Şumerlər. Sonra zaman keçdikcə Şumerlər bu ərazidə yaşayaraq özlərini bir sıra şəhər dövlətlərini yaratmağa başladılar və Mesopotamiya ərazisində bir sıra şəhər dövlətlər mövcud idi. İndi o şəhər dövlətləri bir-bir qeyd edək. Eramızdan əvvəl 3-cü minilliyin əvvəlində artıq Mesopotamiyada bir sıra Şumer şəhər dövlətləri yaranmışdı. Bu Şumer şəhər dövlətləri hansılardır? Uruk, ikinci Kiş, üçüncü Eredu, Uruk, Kiş, Eredu, dördüncü Larsa, 5 Laqaş, 6 Umma, 7 Nippur və 8-ci Ur şəhəri. Şumer şəhər dövlətləri bunlardır. Uruk, Kiş, Eredu, Larsa, Laqaş, Umma, Nippur, Ur. Eramızdan əvvəl 3-cü minilliyin əvvəlində yaranmışdılar. 3-cü minilliyin əvvəlində yaranmışdı bu Şumer şəhər dövlətləri. Bu Şumer şəhər dövlətlərinin içərisində ilk yaranan Şumer şəhər dövləti isə Eredu şəhər dövlətidir. Şumer şəhər dövləti. Şumer şəhər dövlətlərini ilk öncə
En adlanan kahin idarə edirdi. En adlanan kahin. Bu Şumer şəhər dövlətlərini En adlanan kahin idarə edirdi. En adlanan kahin. Həmin bu En adlanan kahin burada təsərrüfat işlərinə, məbəd işlərinə başçılıq edirdi. Zaman keçdikcə bu Şumer şəhər dövlətlərində artıq hökmdarlar meydana gəlməyə başladılar və hökmdara da Ensi və yaxud da Luqal adlandırdı hökmdar. Ensi və yaxud Luqal, hökmdar və ya hərbi başçı idi. Yəni ilk öncə Şumer şəhər dövlətlərini En adlanan kahin idarə edirdi. Zaman keçdikdən sonra artıq bu Şumer şəhər dövlətlərində hökmdar meydana gəldi və hökmdarlara isə Ensi və yaxud da Luqal deyilməyə başlanıldı. 3-cü minilliyin əvvəlində yaranmışdı. Şumer şəhər dövlətlərində Şumerlər elmə bir sıra töhfələr də vermişdi. Bu töhfələr hansılardır? Əvvəlcə onu qeyd edək ki, Şumerlərdə zikkurat tipli 3, 5, 7 mərtəbəli pilləli məbədlərdir. Zikkurat 3, 5, 7 mərtəbəli pilləli məbədləri. Alimlər Uruq şəhərində apardıqları tədqiqatlar zamanı oradan zikkurat bir məbədini tapmışlar və görmüşlər ki, həmin bu zikkurat məbədi kərpicdən tikilmişdir. Gördülər ki, onun kərpicinin hər bir mərtəbəsi müxtəlif rənglərdədir. Qızılı rəngdir, mavi rəngdir, sonra qara rəngdir. Və bunlar belə qənaətə gəldilər ki, yəqin ki, bu qara rəng yeraltı dünyanı təmsil eləyir, qızılı rəng günəşi təmsil eləyir, göy rəng səmanı təmsil eləyir və buna görə də zikkurat məbədi belə təsvir edirdilər, yəni rənglərinə görə. Və Uruq şəhərində aparılan arxeoloji qazıntılar zamanı tapmışlar. 3, 5, 7 mərtəbəli pilləli məbədidir. Ən yuxarı hissəsindən isə həm rəsədxana kimi istifadə olunurdu, səma cisimləri müşahidə etmək üçün, həm də ki, ibadət kimi istifadə edilirdi. Bundan başqa Şumerlər duluth çarxını yaratmışdılar. Duluth çarxını yaratmışlar. Həmin bu duluth çarxının köməyi ilə Şumerlər təkəri icad etmişdilər. Təkər. Və bu təkər sayəsində ilk nəqliyyat vasitəsi olan arabanı kəşf etmişdilər. Arabanı. Deməli, duluth çarxını yaratmışdılar. Daha sonra duluth çarxına baxaraq təkəri icad etmişdilər və təkərin nəticəsində də arabanı, ilk nəqliyyat vasitəsi olan arabanı yaratmışlar və uzaq məsafələrə yük daşımalarda bu araba insanların köməyinə yarayırdı və bunda bir sıra qoşqu heyvanlarına qoşurdular. Bundan başqa Şumerlərdə Mesopotamiya ərazisində xurma palması geniş yayılmışdı. Lakin geniş yayılmasına baxmayaraq onun gövdəsindən istifadə etmək mümkün deyildi. Çünki nə odun kimi istifadə etmək olurdu, nə də ki tikinti üçün. Yalnız bunun yüksək kalorili meyvəsindən istifadə edirdilər. Həm də ki onun yarpaqları geniş olduğuna görə, bilirik ki Mesopotamiya ərazisində isti olduğuna görə onun yarpaqlarından özlərinə baş örtüyü düzəldirdilər. Həm də onun tumu yağlı olduğuna görə tez yanırdı. Ona görə də insanlar onun tumundan uzaq məsafələrə gedərkən o köz kimi də istifadə edirdilər. Sonra Mesopotamiya ərazisində buna başqa Şumerlər uşaqlar memarlıqda tağ sistemini, tağ üsulu və sütunları da yaratmışdılar. Sonra Şumerlər hətta bizə məlum olan ilk xəritələrdən birini də Şumerlər yaratmışdılar. Memarlıqda tağ üsulunu, sütunları və ilk xəritələrdən birini də Şumerlər yaratmışdılar. Bundan başqa Şumerlərdə yazı da meydana gəlmişdi. Həm Misirdə olduğu kimi, həm də Şumerlərdə olduğu kimi ikisi də ilk öncə şəkil yazı sistemindən istifadə edirdilər. Lakin sonradan bu şəkillər işarələrlə əvəz olunmaya başlanırdı və eramızdan əvvəl 3-cü minilliyin əvvəlində Mesopotamiyada mixi yazı sistemi meydana gəldi. Mixi yazı. Necə ki, biz Misiri keçəndə orada dedik ki, Misirdə 4-cü minilliyin sonunda hieroqlif yazı sistemi meydana gəldi. Eləcə də Mesopotamiyada da 3-cü minilliyin əvvəlində mixi yazı sistemi meydana gəldi. Mismar formaları olduğuna görə bu yazı sisteminə mixi yazı adını vermişlər. Daha sonra Şumerlərdən şimalda yerləşən Akkadlar, Babillər və Aşurlar da həmin bu mixi yazı sistemindən istifadə etmişlər. Akkad, Babil, Aşurlar da mixi yazı sistemindən istifadə etmişlər. Şumerlər ilk öncə Mesopotamiyaya gələndə Mesopotamiyanın cənub hissəsində məskunlaşmışdılar. Şimalında yox, cənub hissəsində məskunlaşmışdılar. Ona görə Mesopotamiyanın
cənub hissəsi Şumer ölkəsi adlanırdı. Mesopotamiyanın cənub hissəsi necə adlanırdı? Şumer ölkəsi adlanırdı. Nə zaman gəlmişlər? Eramızdan əvvəl 7-6-cı minilliklərdə Mərkəzi Asiyada və Altay dağlarının ətələrinə gələrək burada məskən salmışdılar. Daha sonra keçirik Şumerlərdə təhsilə, mədəniyyətinə. Əvvəlcə onu qeyd edək ki, Şumerlərdə təhsil yüksək inkişaf etmişdir. Şumerlərin özləri ən güclü riyaziyyatçılar idi. Çünki Şumer şəhər dövlətlərini idarə etmək üçün savadlı insanlara ehtiyac vardı. Sonra vergilərin hesablanmasında, dövlətin mədaxil məxaricinin hesablanmasına görə savadlı insanlara ehtiyac duyulurdu. Ona görə də Şumerlərdə təhsil yüksək inkişaf etmişdi. Təhsil bunlarda ödənişli idi. Təhsil Şumerlərdə, Mesopotamiyada təhsil ödənişli idi və yalnız oğlan uşaqları təhsil ala bilirdilər. Yalnız oğlan uşaqları təhsil ala bilirdilər. Təhsil ödənişli idi və yalnız oğlan uşaqları təhsil ala bilirdilər. Məktəblərdə müəllimə ustad deyirdilər. Müəllimə ustad. Müəllimə ustad deyirdilər. Ustad məktəbin atası, ustad məktəbin atası, məktəbin atası ustad adlanırdı. Məktəbin atası. Şagirdlər isə məktəbin oğlu adlanırdı. Məktəbin oğlu. Dedi ki, ustad məktəbin atası, şagirdlər isə məktəbin oğlu adlanırdı. Bundan başqa Şumer şəhər dövlətlərində, Şumerlərdə belə bir yaxşı bir qanun da var ki, yəni qadınlar kişilərlə bərabər hüquqa malikdir. Şumer şəhər dövlətlərində qadınlar kişilərlə bərabər hüquqlara malikdir. Yəni qadınlar əkinçiliklə, sənətkarlıqla, ticarətlə məşğul ola bilərdilər. Hətta müəyyən əmlaka da sahib ola bilərdilər. Yuxarı təbəqənin nümayəndələri olan qadınlar isə həm də kahin vəzifəsində tuta bilərdilər. Kahin vəzifəsində tuta bilərdilər. Sonra Şumer şəhər dövlətləri haqqında nə qaldı? Şumerlər başqa nə var idi? Bizə tarixdə məlum olan ilk yəni tarixdə yazılmış ilk dastan, tarixdə yazıya alınmış ilk dastan, belə yazaq. Tarixdə yazıya alınmış ilk dastan olan dastan. Gilgameş haqqında dastan da Gilgameş Şumerlərə məxsus idi. Gilgameş haqqında dastan Şumerlərə məxsus idi. Tarixdə yazıya alınmış ilk dastan olan Gilgameş haqqında dastan da Şumerlərə məxsus idi. Sonra dünyanın su basması haqqında rəvayət də bu həmin Gilgameş haqqında dastanda qeyd edilmişdir. Şumer şəhər dövlətləri arasında uşaqlar, vaxtaşırı olaraq bir-birlə müharibələr gedirdi. O da həmin bu şəhər dövlətlərinin bir-birinin zəiflənməsinə gətirib çıxarırdı və bundan da şimalda, Mesopotamiya şimalda yaşayan Akkadlı Sargon vaxtında istifadə etdi və həmin bu Sargon, Akkadlı Sargon Şumer şəhər dövlətləri arasında gedən mübarizədən istifadə etdi. Çünki bunlar bir-birlə mübarizə aparan zəifləmişdi. Həmin bu Akkadlı Sargon eramızdan əvvəl 24-cü əsrdə Akkadlı Sargon eramızdan əvvəl 24-cü əsrdə Şumer şəhər dövlətləri məğlubiyyətə uğradaraq bütün Mesopotamiyanı öz hakimiyyəti altına aldı. Bütün Mesopotamiyanı öz hakimiyyəti altına alaraq tarixdə ilk imperiya olan Akkad imperiyasını yaratdı. Nə zaman yaratdı? 24-cü əsrdə. Deməli, tarixdə bizə məlum olan ilk imperiya hansıdır? Akkad imperiyası. Onu da kim yaradıb? Sargon. Akkad hökmdarı Sargon. Akkad imperiyasını yaratdı və bütün Mesopotamiyanı özünə tabi etdi. Lakin bir müddətdən sonra hakimiyyət uğruna gedən mübarizələr həmin bu Akkad imperiyasının zəifləməsinə gətirib çıxartdı. Bunu Azərbaycan tarixində genişlə keçəcək və Urmiya gölünün ətrafında yaşayan Kuti tayfaları Akkad dövlətini süquta uğradaraq, Mesopotamiyadakı Akkad dövlətini süquta uğradaraq bir əsrə yaxın, yəni 100 ilə qədər Mesopotamiyanı tək başına idarə etmişdilər Kuti tayfaları. Yəni Akkad imperiyasının zəifləməsindən istifadə edən Kutilər Mesopotamiyaya hücum edərək Akkad imperiyasını süquta uğratdılar və 100 ilə yaxın Mesopotamiyanı tək başına idarə etdilər Kutilər. Lakin Kutilər də zəiflədikdən sonra getdikcə Kutilər də zəiflədi və yenidən Şumer şəhər dövlətləri
hakimiyyət uğruna mübarizə apardılar və bu mübarizə nəticəsində Amoreylər, köçəri Amorey tayfalarının başçısı, belə yazaq, Amorey tayfasının başçısı Sumuabum, köçəri Amorey tayfasının başçısı Sumuabum eramızdan əvvəl 2-ci minilliyin əvvəlində, qısa yazıram, eramızdan əvvəl 2-ci minilliyin əvvəlində Sumuabum Babil dövlətinin əsasını qoydu. Fərat çayı sahilində Babil dövlətinin əsasını qoydu. Sumuabum Babil dövlətinin əsasını qoydu. Babil dövlətinin əsası eramızdan əvvəl 2-ci min əvvəlində qoyulur. İndi mən bunun ilini qeyd edəcəm. Bu dövlət eramızdan əvvəl Babil dövləti, eramızdan əvvəl 1894-cü ildə yaranır. Görürsünüzmü? Yuxarıdan aşağı gəldiyinə görə 2-ci minilliyin əvvəli düşür. Bu dövlətin əsasını 1894-cü ildə Sumuabum qoymuşdur. 1894-cü ildən 539-cu ilə qədər Babil dövləti mövcud olmuşdur. 539-cu ildə bu dövlətin varlığına Əhəməni hökmdarı 2-ci Kir son qoymuşdur. Bunu da keçəcəyik. Və Sumuabunun da hakimiyyət illəri eramızdan əvvəl 1894-1881-ci illərdir. Bu Sumuabunun hakimiyyət illəridir. Bu isə Babil dövlətinin mövcud olduğu illərdir. Babil dövləti. Uşaqlar, indi keçirik Babil dövlətinə. Mesopotamiyanın digər dövləti olan Babil dövlətinə. Əvvəlcə onu qeyd edək ki, Babil dövlətinin əsasını Sumuabun qoymuşdur. Və 1894-91-ci illərdə hakimiyyətdə olmuşdur. Babil dövləti Yunan Akkadlar Bab-ili adlandırırdılar. Bu dövləti Akkadlar Bab-ili, yəni Allahın qapısı, yəni Tanrının qapısı. Akkadlar Bab-ili, Allahın qapısı, Tanrının qapısıdır. Eyni şeydir. Allahın qapısı. Yunanlar isə Vavilon adlandırırlar. Yunanlar. Babil dövlətini Akkadlar Bab-ili, Tanrının qapısı. Yunanlar isə Vavilon adlandırırlar. Şumer dilində isə bu dövlətə, Şumer dilində bu dövlət Kadingir adlanırdı. Bu da Kadingir. Bunun da mənası yenə də Tanrının qapısının mənasına uyğun gəlir. Yəni Akkadlar bu dövləti Bab-ili, Yunanlar Vavilon, Şumer dilində isə bu dövlətə Kadingir deyilirdi. Babil dövlətinin ən qüdrətli hökmdarı isə onun 6-cı hökmdarı olan Hammurapi idi. Babil dövlətinin ən qüdrətli hökmdarı. 6-cı hökmdarları olan Hammurapi olmuşdur. Babil dövlətinin ən qüdrətli hökmdarı. Hammurapinin hakimiyyət illəri eramızdan əvvəl 1792-1750-ci illərdir. Hammurapinin hakimiyyət illəri. Hammurapi bütün ölkə üçün vahid qanunlar külliyyatı tərtib etmişdir. Həmin bu qanunlar külliyyatı 282 maddədən ibarət idi. Qara bazalt daş üzərində yazılmışdır. Daş üzərində. Mixi yazılarla yazılmışdır. Və hardan tapılmışdır? Ur şəhərindən tapılmışdır. Həmin bu Hammurapinin 282 maddədən ibarət olan qanunlar külliyyatı hardan tapılmışdır? Ur şəhərindən. Yəni Hammurapi bütün ölkə üçün 282 maddədən ibarət vahid qanunlar külliyyatı tərtib etdi. Qara bazalt daş üzərində mixi yazıları yazmışdı və Ur şəhərlərindən tapılmışdı. Hammurapi həm şimali, həm cənubi Mesopotamiyanı özünə tabi etdikdən sonra həmin bu Mesopotamiya ərazisi adlandı Babilistan. Babilistan adlanmağa başlanıldı. Ümumiyyətlə Hammurapinin bu 282 maddədən ibarət qanunlar külliyyatında varlı təbəqə ilə kasıb təbəqə arasında kəskin fərqlər qoyurdu. İndi bəzi onun qanunlarını, bəzilərini deyəcəm, özünüz görəcəksiniz. Əgər bir adam özünə bərabər bir adamı vurarsa, o cərimə olunurdu. Amma əgər bir adam özündən böyük bir adamı vurarsa, ona 60 dənə qamçı vururdu. Görürsünüzmü? Vali ilə yoxsul arasında kəskin fərq qoyurdu. Borc öhdəliyi də var idi. Aldığı borcu vaxtında qaytara bilməyəndə 3 il müddətinə bütün ailəsi ilə birlikdə qula çevrilirdi və 3 il bitdikdən sonra həmin onlar azad olunurdu. Valideynlərindən biri qul, biri azadsa, uşaq azad hesab olunurdu. Qulun övladları isə anadan gəlmə kölə hesab olunurdu. Tikinti işçiləri haqqında da qanunlar vermişdi. Əgər deyir ki, bina tikintisi zamanı ev sahibi ölərdisə, tikinti işçisi edam olunurdu.
Yox, bina çökən zaman ev sahibinin oğlu ölərsə, tikinti işçisinin oğlu edam olunurdu. Belə qanunları var idi. Sonra əgər bir adam qaçmış qulu gizlədərsə, o ölərdi. Əgər bir adam dövlətin və məbədin əmlakını oğurlayarsa, o öldürülməlidir. Bax belə 282 maddədən ibarət qanunları vardır. Yəni əsasən bunun qanunları varlı insanların həm mənafeyini, həm də ki əmlakını qoruyurdu. Hammurabinin bu qanunları həm mənafeyini, həm də əmlakını qoruyurdu. Sonra Babil dövləti haqqında sonra görə nə qaldı? Hə, dünyanın 7 möcüzəsindən biri olan Semiramidanın asma bağları və Babil qülləsi Babil şəhərinə yerləşirdi. Dünyanın 7 möcüzəsindən biri olan Semiramidanın asma bağları və Babil qülləsi Babil şəhərinə yerləşirdi. Tarixin atası Herodot Babil şəhərini gördüyü şəhərlər sırasında ən gözəl hesab edirdi. Və Babil dövlətinin ərazisinə, Babil şəhərinin 8 dənə darvazası var idi. O darvazalardan biri isə İlahə İştarın şərəfinə adlanmışdı. İlahə İştarın şərəfinə adlanmışdı. Və Babil dövləti də bayaq qeyd etdiyimiz kimi eramızdan əvvəl 539-cu ildə Əhəməni hökmdarı 2. Kir tərəfindən süquta uğradılmışdır. Demək olar ki, Babil dövləti haqqında bu qədər. İndi yenə yadımıza nəsə düşsə deyəcəm. İndi isə keçirik Assuriya dövlətinə. Assuriya dövləti də şöyle harada yaranmışdı? Dəzrə çayı sahilində yaranmışdı. Dedik Babil dövləti Fərat çayı sahilində yaranmışdı. Dəzrə çayı sahilində. Assuriya dövləti isə Dəzrə çayının sahilində yaranmışdı. Dəzrə çayının sahilində Assuriya dövləti yaranmışdı. Assuriya dövlətinin iki paytaxtı vardı. Birinci paytaxtı Tanrı Aşurun şərəfinə Aşur adlandırılmışdı. İkinci paytaxt isə eramızdan əvvəl 7-ci əsrdə Nineva şəhərinə köçürülmüşdür. Nineva şəhəri onu da qeyd edək ki, aslanlar yuvası və qan şəhəri adlanır. Aslanlar yuvası və qan şəhəri. Nineva şəhərinə belə adlandırılır. Aslanlar yuvası və qan şəhəri. Yəni iki dənə paytaxtı var idi. Birinci paytaxt Aşur, birinci paytaxt Aşur, Tanrı Aşur şərəfinə Aşur, ikinci paytaxt isə Nineva adlanırdı. Sonra bu dövlət, onu da qeyd edək ki, işğalçılıq müharibələri apararaq geniş əraziləri işğal etmişdilər. Demək olar ki, Suriyanı, Fələstini, Aşur hökmdarları Suriyanı, Fələstini və Finikiyanı tutaraq, Suriya, Fələstin və Finikiyanı tutaraq Aralıq dənizi sahillərinə qədər olan geniş əraziləri Aşur dövlətinin tərkibinə qatdı. Aralıq dənizi sahilinə qədər olan geniş əraziləri. Yəni Suriya, Fələstin, Finikiya. Yəni Misirlə oxşar cəhətlərindən biri də buydu. Çünki Misirlər də Suriya, Fələstin və Finikiyanı işğal etmişdi, üstünüzü tutmuş. Eləcə də Aşurlar da Suriya, Fələstin və Finikiyanı tutaraq Aralıq dənizi sahilində güclü dövlətə çevrilmişdir. Bundan başqa Aşurlar həm də Misir və Urartu dövlətləri üzərində də parlaq qələbələr qazanmışdı. Misir və Urartu dövlətləri üzərində. Aşur dövləti eramızdan əvvəl 9-8-ci əsrlərdə Aşur dövləti eramızdan əvvəl 9-8-ci əsrlərdə Ön Asiyanın ən qüdrətli dövlətinə çevrilmişdi. Aşur dövləti. Aşurlar, onu da qeyd edim ki, işğalçılıq müharibələri aparsalar da, hansı əraziləri tutsalar da, həmin oranın yerli xalqlarına qarşı amansız rəftar edirdilər. Yəni kim ki Aşurlara müqavimət göstərirdilərsə, tamamilə məhv edirdilər. Və bu da həmin o əsarət altına almış xalqların əhalisinin Aşurlara qarşı nifrət hissi yaratmasına səbəb olurdu. Və eramızdan əvvəl 7-ci əsrin əvvəllərində Qara dənizin şimalında yaşayan İskit tayfaları bilirsiniz ki, Ön Asiyaya böyük köç etmişdilər. Eramızdan əvvəl 7-ci əsrin əvvəllərində Qara dənizin şimalında yaşayan İskit tayfaları Ön Asiyaya böyük köç etmişdilər və onların Ön Asiyaya gəlməsindən sonra artıq Assuriya dövlətində vəziyyət mürəkkəbləşməyə başladı. Çünki bu tayfalar köçəri tayfalar olduğuna görə at üstündə çox cəld hərəkət edirdilər və ona görə də piyada vuruşmağa üstünlük vermiş Aşurlar at üstündə vuruşan İskitlərlə bacara bilmirdilər və onlarla bir neçə döyüşə girişsələr də bu döyüşlərdə məğlub olmuşlar. Həmin bu məğlubiyyət xəbəri Aşurlara tabi olan ölkələrdə üsyanlara səbəb oldu və üsyanlar bir neçə ərazidə baş verdi. Bu üsyanları çox çətinliklə yatırsalar da artıq bir sıra ərazilər əllərə çıxmışlar. Hətta bilirsiniz ki, o dövrdə
Manna dövləti də Assurlardan asılı vəziyyətdə idi. Manna hökmdarı Aşeri də Aşurların əsarətinə çıxmaq üçün həmin bu Kimmerski Sak tayfalarını öz arasında məskunlaşdırmışdı. Və Assurlarla müqavilə, Assurlar İskitlərlə müqavilə bağladıktan sonra bir qədər öz müstəqilini qoruyub saxladı. Əsasən Assuriya dövlətinin sonuncu ən qüdrətli hökmdarının adı isə Aşurbanipal olmuşdu. Aşurbanipal çətinlik də olsa dövlətin müstəqilini qoruyub saxlaya bildi. Bu Assuriyanın sonuncu ən qüdrətli hökmdarı olmuşdu. Necə ki Misri keçən dedik ki, 2-ci Ramzes Misrin sonuncu ən qüdrətli hökmdarıdır. Eləcə də Aşurbanipal da Assuriyanın sonuncu ən qüdrətli hökmdarı olmuşdu. Aşurbanipal haqqında onu da deyə bilər ki, bu böyük bir kitabxanası var idi. Həmin o kitabxanası həm Nineva kitabxanası adlanırdı. Nineva kitabxanası. Qısaca yazılsan Nineva kitabxanası. Həm də ki buna Aşurbanipal kitabxanası da deyirlər. Aşurbanipal kitabxanası. Kitabxanası deyirlər. Bu kitabxana necə yarandı? Həmin bu Aşurbanipalın kitabxanasında 30.000 gil kitabə var idi. Öz nümayəndələrini, çünki bu Aşurbanipal Şumerlərin, Babelin, Aşur ədəbiyyatını oxumağı sevirdi. Ona görə öz nümayəndələrini həmin ölkələrə, ərazilərə göndərərək həmin o gil kitabələrin üzümlərinin köçürülməsinə məşğul olmağı tapşırdı. Və nəticədə bir neçə ildən sonra bunun 30.000-dən ibarət bir kitabxanası yarandı. Aşurbanipalın kitabxanası. Həm Nineva kitabxanası deyirlər, həm də Aşurbanipal kitabxanası deyirlər. Ümumiyyətlə, Aşuriya dövləti ilə Azərbaycan arasında da arxeoloji qazıntılar zamanı tapılan bir sıra maddi mədəniyyət nümunələri əsasən yəni bilirik ki, Assuriya dövləti ilə Azərbaycan arasında da mədəni iqtisadi əlaqələr qurulmuşdur. Bunu 3 sənə fakt sübut edir. Azərbaycan ilə Assuriya dövləti arasında bir sıra əlaqələrin olduğunu sübut edən 3 sıra fakt var. Birincisi, Naxçıvanda Aşur tipli qalaların tikilməsi. Aşur tipli qalaların tikilməsi. Naxçıvanda Aşur tipli qalaların tikilməsi. Qalaların tikintisi. Birinci fakt budur, sübut budur. İkincisi, Qarabağda Aşura aid, Qarabağda Aşura aid şirli qabların tapılması. Şirli qabların tapılması. Birincisi, Naxçıvanda Aşur tipli qalaların tikintisi. İkincisi, Qarabağda Aşura aid şirli qabların tapılması. Üçüncüsü isə, bu da Qarabağdadır. Xocalıdan üzərində Adat Nirarinin, Aşur hökmdarı Adat Nirarinin, bu Aşurbanipaldır, bu Adat Nirari. Adat Nirarinin adı həkk olunmuş muncuğun tapılması. Muncuğun tapılması sübut edir ki, Azərbaycanla o dövrdə Assuriya arasında mədəni iqtisadi əlaqələr qurulmuşdur. 3 sənə fakt sübut edir ki, Azərbaycanla Assuriya arasında mədəni iqtisadi əlaqələr qurulur. Naxçıvanda Aşur tipli qalaların tikilməsi, Qarabağdan Aşura şirli qabların tapılması və Xocalıdan üzərində Adat Nirarinin adı həkk olmuş muncuğun tapılması sübut edir ki, Azərbaycanla Assuriya arasında mədəni iqtisadi əlaqələr qurulmuşdur. Assuriya dövləti eramızdan əvvəl 2-ci minilliyin sonunda Assuriya dövləti eramızdan əvvəl yox, buranı hələ saxlayaq. Assuriya dövləti haqqında nə qaldı görək. Onu yazaq ki, dedi ki, Assuriya dövləti 605-ci ildə sübut etmişdi. Assuriya dövləti eramızdan əvvəl 605-ci ildə sübut etmişdi. Bu dövlət Midiya və Babilistan arasında torpaqları bölüşdürülmüşdü. Midiya və Babilistan. Həmin dövrdə Midiya hökmdarının adı Kiaksar idi. Babilistan hökmdarının adı isə Nabopolassar idi. Eramızdan əvvəl 616-612-ci illərdə həmin bu iki müttəfiqlər hücum edirlər Assuriya dövlətinin üzərinə və Assuriyanın Assur, Arbela və Kalat şəhərlərini, Assur, Arbela və Kalat şəhərlərini tuturlar. Eramızdan əvvəl 616-612-ci illərdə Midiya və Babilistan qoşunları birləşərək Assuriya hücum edərək Assur, Arbela və Kalat şəhərlərini tuturlar. 605-ci ildə isə paytaxt Ninevanın tutulması ilə Assuriya dövləti süquta uğradır və sonuncu Assur hökmdarı da ələ keçməmək üçün özünü sarayın yandırırlar və orada özünü oda ataraq öldürür və beləliklə Assuriya dövləti 605-ci ildə dağılır və Midiya və Babilistan arasında bölüşdürülür. Məncə
Başqa demək olar ki, əlavə şey qalmadı. Şumerlər haqqında nəsə qaldı mı? Hə, Şumerlər haqqında bəzi şeylər qaldı uşaqlar. Onu da qeyd edək ki, Şumerlər çox tanrılı dinə sitayiş edirdilər. Yəni onlar tanrıları səma, yer və yerin altında olaraq 3 hissəyə bölürdülər. Əsas baş tanrı, səma tanrısı olan An adlanırdı. An. Yəni Şumerlərdə baş Allah An adlanırdı. Ümumiyyətlə, iki çay arası isti ərazi olduğuna görə Şumerlər ən çox gecə ay işığında işləməyi sevirdilər. Ona görə də onlar ən çox ay Allahına sitayiş edərək onun da şərəfinə qurbanlar kəsirdilər. Sonra Şumerlər dedi ki, təkəri icad etdi, zikkurat yaratdı, mixi yazı sistemini yaratdı, dulud çarxını yaratdı. Sonra Şumerlər haqqında nəsə əlavə bir şey səhv eləmirəmsə qalmadı. Bir də kitaba baxa bilərik. Məncə əlavə heç nə qalmadı. Hə, bir də onu qeyd edək ki, Şumerlər ilk dəfə olaraq uşaqlar, Şumerlər 1 saatı 60 dəqiqə bölmüşdülər. 1 saatı 60 dəqiqə bölmüşlər və 1 saat 60 dəqiqə və dairənin sahəsini də 360 dərəcəyə bölmüşdülər. Bunu bölən dairənin sahəsini 360 dərəcəyə bölən ilk dəfə olaraq Şumerlər olmuşdur. Hə, dərsimiz bu qədər uşaqlar. Sağ olun.